Sizə başıma gələn bir şeyi danışmaq istəyirəm. Deməli, qızlar, bu arada kuxunam niyə bu haldadır? Çünki Mira ilə gündüzlər oynayırıq, eləyirik. Vaxtım olmur ondan dolayı. Yəni mən də gecəyə saxlayıram işlərimi. Burada da yerə Mira'yı aynı onlar tökübdü təbii ki də. Və başladım kuxlanı yığışdırmağa. Belə deyim, qızlar, çox dəhşət bulaşıq idi və hər yeri təmizləyib göy kimi etdim. Mən işlərimi qutaranda artıq səhər saat 5 tamam idi, 6-ya işləmişdi. Bütün işlərimi bitirdim. Deməli, başıma gələn hadisəni danışım ki, bu aralar Instagramda tez-tez belə bir direktdə mesajlar gəlir ki, sizin ətrafınızda yaxşı qız varmı, yaxşı tanışınız varmı və yaxud da ki, elə WhatsAppdan da olsun, qız axtaranlar çoxdur. Bilmirəm bu nə deməkdir, nə məna verir və hətta birinə bir dəfə belə bir cavab verdim ki, niyə oğlunuzun gözü körmü, yoxsa qulağı karmı? Özü gedib seçə bilmirmi? Siz niyə onun yerinə qız axtarırsınız? Və bu səbəbə görə də elə Azərbaycanda bu dəqiqə dəhşət dərəcədə boşanma sayları artıb. Çünki valideynlər oğlanların yerinə müdaxilə edirlər və qızı onlar seçirlər. Sizcə bu nə dərəcədə düzgündür? Mütləq rəy bölməsinə yazmağı unutmayın. Sizcə görücü üsulu evlilikmi, yoxsa sevərək evlilikmi? Və qızlar, budur, işim tamamlandı. Siz də evdən oturub gəlir qazanmaq istəyirsinizsə mütləq əlaqə